Ey dostlar. Deməli, mənə Sberbankdan məlumat gəlib. Məlumatda yazılır ki, siz reyestrə düşmüsünüz və reyestrdən çıxmaq üçün MVD-yə müraciət eləməlisiniz. Deməli, Sberbankdan gələn məlumatlardır. Məlumatlarda yazır Sarkhan Karamoğlu внесение в реестр контролируемых лиц МВД. Позвоните на горячую линию. Горячая liniyə zəng eləyirəm. Deyir, gəlməlisən, yerində həll eləməlisən. Reyestrə düşənlər, reyestr nədir və reyestrə necə düşmək olur? Deməli, kimin ki, qosuslugası var ki, məndə var, ENN, SNİSL var, bütün bunlar olanların hamısı, nömrələri öz adlarına olan adamlar, hamısı düşür reyestrə. Yəni, İndi orada bu işlərlə məşğul olan şirkətlər var, vəkillər var. Yəni ki, Rusiyada olan qanunlar bir balaca fərqli olduğu üçün ona görə də diqqət eləmək lazımdır. Nədir burada məsələ? Deməli, sən stopdasan ya stopda deyilsən, yəni bütün bunların hamısını nə etmək lazımdır? Yalnız Moskvaya getməlisən, hava limanında əgər səni buraxacaqlarsa da buraxacaqlar, buraxmayacaqlarsa da deməli sən bir də oradan bilet alıb geri qayıtmalısan. Yəni niyə mən geri qayıtmalıyam? Yəni MVD-nin saytında baxıram, yoxdur. Və sən stopda ola bilərsən və yaxud da ki, ola bilməzsən də ki, heç kim ona qarant vermir. Yəni bu çox böyük bir boşluqdur. Bu böyük bir boşluqdur. Bu boşluğu da aradan qaldırmaqdan ötürü nə etmək lazımdır? Sən getməlisən hava limanına və sərhədi keçəndə sərhəddə səni keyflərinə uyğun ya buraxacaqlar, ya buraxmayacaqlar. Bütün bunların hamısını sən sərhəddə bilməlisən və növbəti reysə, əgər səni buraxmasalar, növbəti reysə sən bilet alıb geri gəlməlisən, sonra vəkil tutmalısan, vəkil bütün bunların hamısını yoluna qoymalıdır. Yəni, mənim sənədlərimdə heç bir problem yoxdur, narışeniyalarım da yoxdur, amma reyestrə düşmüşəm, kartlarım bloklanıb. Yəni, bütün bunların hamısı, yəni ki, çox böyük boşluqdur, yəni insanlara zülüm verməkdir. Yəni ki, bunu başqa cür yozmaq lazım deyil, yəni bu tək Azərbaycanlara aid olan bir şey deyil. Yəni, bura bütün miqrantlar, bütün dövlətlərdə, ölkələrdə olan miqrantlar hamısına aiddir. Yəni, Kazaq, Türkmən, Özbək, Qırğız hamıya aid. Və ən önəmli məqamı da vurğulamaq istəyirəm ki, çoxlu maşenniklər var ki, həmin maşenniklər mən bunu düzəldərəm deyib, yəni yüksək məbləğdə pullar istəyirlər. Yəni pulların da qiyməti Rus pulu ilə 50 min, 100 min arasıdır. Mən səni reyestrdən çıxardıram. Bəli, çıxardırlar reyestrdən. Amma reyestrdən çıxartmaq o demək deyil ki, sizin yolunuz açılır. Reyestrdən 2 günlük, 3 günlük kimsə orada hansısa bir məbləği verirlər, səni reyestrdən çıxardırlar və bu reyestrdən çıxdıqdan sonra, MVD-nin reyestrindən çıxdıqdan sonra, yəni bu da o heç bir şeyə qarant vermir ki, sən bir də reyestrə düşəcəksən ya düşməyəcəksən. Reyestrdən nədir? Bunun da elə bir tək özləri bilir. Yəni stopun, bir də deportun başlanğıcıdır. Stopun və deportun başlanğıcıdır. Aldanmayın.